Azerbaycan Radyosu'nun Kızıl Fondu. Xalq yaradıcılığı, bulaq. Hey istehliler, akşamınız hayır olsun. Bilece 7 günün, 7 gecenin ayrılığından sonra hoş gördük her birinizi. Hoş gördük. Ağır yatıp yüngül duran ellerimiz, obalarımız, kulaq deyib vaxtı vədəni gözləyənlərimiz, dədə-baba sözün öyüş bilənlərimiz, yurda dayaq yurttaşlarımız, axşamınız xeyir. Yovşan qoxulu ötken çöllerimiz, yaylalarımız, dovşan yuxulu dağlarımız, kəhliyi səkər daşlarımız, qıvrım qayalarımız, köklü köməşli yurtlarımız, merhaba. İndilər yaylaq vaxtlarıdır. Yaylaqlarımızın qayır-qayır qaynayan çağlarıdır. Daşın, torpağın, qumun, çıngılın, otun, çiçəyin, sayın tutmaq olar. Amma yaylaqlarımızda qoyun quzunun, maldavarın, barın bərəkətin sayı sambalı hesaba kitaba gəlməz. Üzü yaylaqlara tərpənən köçün, qalaq-qalaq naxırın, sürünün bir ucu dağda, hələ bir ucu aramda. Elə ki yaylaqda yerin tutdun, binələdin, sağın solun yığışdı, qonum qonşu yerbəyer oldu, deyərsən ki 100 iliymiş, bitiriymişsən. Üzü dəli dağa, ağlağana, üzü tanrıya. Hə, beləcə 1000 ilin adamına bənzəyərsən, gördüklərin də beləcə 1000 ilin dağı daşı, böyründən əsən küləyi, yanından axan çayı, 1000 illərin sözü kimi bilərsən. Bir də görərsən ki dağların üzü bozardı, başında tufanlar oynadı, şimşəklər tutaşdı, iki dağ arası dərə qovuşdu. Sel, su kükrədi, qabağına gələnə gördüm demədi, ziyanlıqdan da qalmadı. Hə istəhlilər, ziyanlıqdan, xətərdən, betərdən uzaq olun. Qapı bacalarınız vardan, dövlətdən yana sevinsin. Aşsın, datsın, surunuz yerisin, dəniniz dənzərsin. Nə olacaq? Yaylaq yerləri çənsiz, çiçəksiz olmaz. Bir də görərsən ki, günlərlə, həftələrlə Dəli dağın, Qaraxaşın, Ağlağanın qaşı qabağı elə tutuldu, ta söylənəsi deyil. Ağlağan ki, ağlağan. Soyuq da yayın bu yay vaxtında adamı ocağa təpir. Həm də maldavarı çöldə təntirir. Hə, bu yerdə pir olmuş, bir yerə baxdı, bir göyə baxdı. Üzünü, başını qara bulutlar almış ağlağana çevirdi. Bir bayatı butaladı. Əzizim ağlağandır, Qaraxaç ağlağandır,
Gedək dərd bilən yanına, görək kim ağlağandı. Min illərdir başı ala buludda oynayan ağlağan dağı. Min illərdir ürəkdə oylaq tutmuş bu dərdin önündə kiçildi elə bil. Dağarcığa döndü, pir olmuş, təkrar başım buladı. Hey, görək kim ağlağandı. Hə istəhlilər. Bəlkə də bu dediklərimiz indilər daha çox xatıratdır, xatırlananlardır. Bir də söz var deyir, niyyətin hara, mənzilin ora. İndi qurudun qurud, şorun şor, pendirin pendir tutulan vaxtlarıdır. İndilər sarı yağ qarınları, örkən dolanmaz, qucağa sığmaz motallar tutular. Min illər görə gətirdiklərimizi öyrətdikcə urfu söynər keçənlərimizin, qəbirləri nurla dolsun. İndi sözümüzü hardan başlasaq, harda qurtarsaq, bir ucu gəlib yurda çıxar. Bu da yurdla, yuveyla bağlı olmağımızdan yanadır, yurt canlılığımızdandır. Hər bir insan özü də bir yurt kimidir. Hara getdi, harda gecələdi, yurdu yuvası da özündədir, ürəyindədir. Bir gəzəri yurtdur hər bir kəs. Yuxularda da yurd var, sözdür deyərlər. Qərib yuxusunda yurdun görər. Hər quşun öz yuvası, hər insanın öz yurdu. Hər bir kəs öz elinə, obasına, yurduna bənzər. Hər el obada öz adamına söykənər. Eldə obada tanınmış adamlar, dünya görmüşlər o saatca qərib adamın haralı olduğunu bilər. Hardan gəlib, hara gedəcəyini hiss eləyər. Beləcə hər kəs öz yurduna, yuvasına çəkər. Öz elinə, obasına bənzər. El içində deyərlər, ağa yığnaqlı, bəy qonaqlı, igidi eldən elə, öygüsü dildən dilə, qolu çarpaz düyməli, dizəcən çəkməli. Belə bir yurd, yurda çəkər adamlar. Hey istəhlilər, indilərdə yaylaq yerlərində el-oba ikinci kərə yerin dəyişmək üstündədir. Yəni, təzə yurda köçmək üçün hazırlıq gedər indilərdə. Dağın daşın da cana qana gəlməyi elə köslə, ellə, elatla bağlıdır. Bircə saatın, bircə günün içində bir novraq qurular, bir şamartı başlar, gəl görəsən. Qaşı qabağı açılmaz, qara dinməz dağın daşın eyni açılmağı, üzü gülməyi bizlərləndir.
bir hənrimizə bətdi. Söz var deyir, leyləyin ömrü leyləklə keçər. Dağ dağa söykənər. Elə əslində o dağlarımız, yaylaqlarımız bizlərə söykəydi, boy boyadır, bizlərləndir. Bir-birimizlə tamıq, bütövük. İndi yaylaqlarımızın axarlı baxarlı çağlarıdır dedik. Gül gülü çağırır, çiçək çiçəyi. Hərəsi də min bir dərdin dərmanıdır. İndi yaylağın mənsil vaxtıdır. Qara sudan qaymaq tutanlardan olun. O başdan alagöz səhərlərin qonduğu, gülün çiçəyin şehlə yuyulduğu vaxtın, məqamın, örüşündən qaydan maral, inəyin mənsili. Südü, qatığı, qaymağı can dərmanıdır, məlhəmdir istəhil. Dedik ki, indilər köç təzə yurda düşə düşdü. Bu da ondan yanadır ki, qəlbi hündür yerlərdə qar əridikcə, örüş yerləri çoxalır, təzələnir. Təzə-təzə otlaq yerləri, rəncbəri özünə çəkir. Təzə tər gül çiçək adama gəl-gəl deyir. Bu vaxtdan bir 40-45 gün keçəndən sonra el-oba 3-cü kərə yerin dəyişər, təzə yurda düşər. Köhnə yurdun qədrini təzə yurtda bilərlər deyimi də, bu yer dəyişmələrlə bağlıdır. Ta əski zamanlardan dədə-babalarımız yurtdan yurda köçə-köçə, təzələnə-təzələnə, vaxtı, vədəni izləyə-izləyə, vaxtla, vədə ilə ayaqlaşırdılar. Sözümüzün bu yerində bir yurt yerinə çövürülək. Ay belə dostun müzəmməti, körüsü namert deyil könül mərs yerindədir, adərdir. Abala gözlerim gözdeyir, aman 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 karman ahdarır. Değiller yar köçü yurt yeri, dedi ya derdin alem atar. Dostun müzəmməti könül sındırar, namərd deyil, könül mərd yerindədir. Gözlərim gözləyir, karvan axtarır, deyirlər yar köçüb yurt yerindədir. Belə bilmirəm kimdədir. Bala lay la lay la lay la lay la lay la lay la dərdim çarası. Gözələ şöhrətdir, gözüm qayrası yatar dayan bala. Ay muhannesin çallı, çarpaz yarası. Sinemin başında dört yeri, dedi ya derdin alır. Bilmirəm kimdədir dərdim çarası, gözələ şöhrətdir gözün qarası.
Müxənnətin çallı çarpaz yarası sinəmin başında 4 yerindədir. Ay belə xərcdəyəm dərmanım, təbibdəyim. Yar yada düşəndə çaşır yanım dərdim. Sen vuran yaralar sağal bir zalim. Gedir Muhammed'de ders yerin dedi ya derdin alem atarlayan bana. Ulu ulu ozanlardan, Xeyri şəri yozanlardan. Beləcə yurt yuva qanımızda, canımızda bizlərləndir, istəklilər. Və niyə deyiblər, alma budağından gen düşməz? Var olsun, şen olsun yurtlarımızı, istəyimizin yurtlarıdır, istəklilərimizin oylaqlarıdır. Sevgililərin qovuşduqları yerdir. Beləcə bir gün Aşıq Abbas Tufarqanlı Gülgəz pərisinin sorağı ilə gəlib nə gördü? Dələ köçüb, yurdu qalıb. Odur ki, gözü qanlı yaşdı, qəlbi könlü çalpaşıq nə dedi, necə söylədi, ərz eləyək qulluğunuza. Gittim gördüm pərim köçüb yurdundan. Yaylaq yeri çəmən olmuş, ay olmuş. İndən bilə mən sağlığı neylərəm? Dərd mənimdir, sana nə olmuş, ay olmuş. Yenə artdı mən yazığın ələmi, çərxi fələk tərsə çəkdi qələmi. Göz yaşıma qərq edərəm aləmi, qətrə sular ümman olmuş, ay olmuş. Məclisinə sürahilər düzüldü. Eynim yaşı qabdan qaba süzüldü. Ağla Abbas, əlin yardan üzüldü. Bugün axır zaman olmuş, ay olmuş. İstəklilər, söz sözü çəkər arşın bezi. Sözümüzün solumuzun bu yerində sizlərin yollamaları hoyumuza yetti. Tanrı hoyumuza yetsin. Neyniyim, necə eləyim deməyim. Hara çöyrülsəniz, xeyrinlə, şadlıqla, şadyanalıqla qarşılaşın. Elə sizlərin yollamaları, söyləmələri də yurtla, yuva ilə, ellərimizlə bağlıdır. Elə gün olmaz ki, sizlərdən bir əlçə boyda kağız almayaq. Hamısında da ürək çırpıntılarınız, hamısında da elin, obanın yaddaşında yaşayan canlı, yaşarı deyimlərimiz, misallarımız. Elin yaddaşı
Min illerin o üzündən yol başlayan, göre, götüre gelen, dama göl olan bir xəzinədir. Ne ucu görünür, ne bucağı. Bu canlı xəzinəni yaşadanlar, bildiklerini koruyup saklayanlar, ahılından uşağına bir erməğan bilib ötürenler, her biriniz Kəbənin qulpunu tutmuş kimisiniz. Hamınıza mərhaba. Min yaşayın, var olun deyirik. Dillərinizə, əllərinizə sağlıqlar diləyirik. İndi yurt canlı bir ağsaqqalın dediklərini ərz eləyək qulluğunuza. Cəbrailin Şahvəlli köyünün Famil Bayramov Qulaq dədəyə xoş arzularını çatdırır. Bu yarım saatlik vaxtın bircə anda başa çatmasına heyfslənir. İstəkli Famil qardaş, bizi belə qiymətləndirdiyin üçün həmişə qədir-qiymət sahibi ol, min yaşa. Səsinizin şirinliyi mənə kəndimi, kəsəyimi xatırladır deyir. Mən də öz razılığımı bildirirəm. Tanrı sizdən razı olsun, Famil qardaş. Can sağlığı arzulayıram. Hə istəhlilər. Famil Bayramovun bizə yolladığı qoşqulardan birini ərz eləyək qulluğunuza. Siz sağ, biz salamat. O gün ola görüşeydik, öpəm, qucam, daşım, dağlar. Bu bəladan soğuşaydıq, çəkim bayram aşın dağlar. Yurdun Qəbələ bölgəsinin Qəmərcan kəndindən Məhərrəm Çərkəzoğlundan da bir məktub almışıq. Məhərrəm Çərkəzoğlu Bulağın çoxdankı dinləyicisidir. Hər həftə Bulağın yolunu səbirsizliklə gözləyirik deyir. Məhərrəm qardaş, biz də arzu edirik ki, işığınız gür yansın, ocağınız isti, qucağınız dolu olsun. Həddi nədir bilməyin, dürrü əhvalatlardan, olanlardan, keçənlərdən söz açın. Dədə, baba ruhu üstünüzdə olsun, şərdən, xətadan qorusun sizləri. Məhərrəm qardaşın yazdıqları da yerlərimizlə, yurtlarımızla bağlıdır. Hə, yazır ki, Ərəş mahalından gedən yolun üstündə Savalan kəndi yerləşir. Bu kəndin yuxarısı qayalıqdır. Qayaların arasından, qədimdən çəkilmə yol çox dik olduğuna görə həmin yola yoxuşlar deyərdilər. Bu yolun bir hissəsi indi də qalır. Arabalara qoça cüt öküzlər qoçardılar. At və ulaqla yük aparanlar ulaqların yüyənindən darta yoxuşu qalxardılar. Yolun dik olması ilə əlaqədar atlar, ulaqlar palanlarını salarmış. Elə ona görə həmin yol Palantökən adlanır. Palantökəni qalxandan sonra yolun hər iki tərəfində xırda təpəciklər var. Bu təpəciklər bir-birindən 700-1000 metrə aralı olar. 7 təpəni seçməli olursan. Ona görə yolun bu hissəsinə 7 təpələr deyirlər. 7 təpələrdən sonra düz yencə deyilən yer gəlir. Bir-birindən aralı olan iki dağın arası düz həm də hamar olduğuna görə bu sahə düzyencə adlanır. Hə, Məhərrəm qardaş ikinci əhvalatı belə nəql eləyir. Rəvayət edirlər ki, bir sərkər malı qoyunu ilə yazda dağa qalxırmış. Həmin Savalan kəndindən cənubi şərqdə bir qayanın yanında köçünü əyləyir.
Günorta oyunları sağdıktan sonra cavanlar qayanın kölgəsinə toplaşıblarmış. Güləşən kim, dirə döymə oynayan kim, qayadan daş aşırmaq istəyən kim, mərəkə qılıçıb, qara zurna cəngi çalır. Mərəkənin axırı çatır, heç kəs qayadan daş aşıra bilmir. Bunu görən sərkərin qızının qanı coşur, yerdən bir girvənkəli daşı alıb qayadan aşırır. Hamı heyran olur, mat qalır, qıza afərin deyirlər. Bəli, həmin qayaya da indi də qız daş aşıran qaya deyirlər. Beləcə bir ağır yığınağımızı da başa vurduq. Başa varanlardan, dörə keçənlərdən olun istəhlilər. Bir də 7 ötdüdə görüşərik inşallah. Hələ boğçamızda dürrü-dürrü yollamalarınız, əlçim-əlçim söz sovunuz durur. Onları dəstələyib, buta bağlayıb, elə obuya ad eləmək qalsın növbəti görüşümüzə. Sizlərdən yeni yollamalar almaq ümidindəyik istəhlilər. Keyfiniz kök, damağınız çağ, ruzunuz bol, ömrünüz uzun olsun. Xoş günlərə qovuşun. Hər birinizi o bir gözə görünməzə ismarlayırıq. O ki qaldı bu səfərki yığınağımızın sözünə sovuna işıq tutan, zilini zil, bəmini bəm eləyən, o da Tahir Talıqlıdır. Sağ olun, sağlıqla qalın. Azerbaycan Radyosu'nun Kızıl Fondu.